nədənsə Azərbaycanda müğənnilərin böyük əksəriyyəti rayon toylarına daha baha gedirlər. Məsələn, məşhur müğənnilərdən biri olan Təranə Qumral deyib ki, rayon toylarına 8-10 minə, Bakı toylarına 5-8 minə gedir. Yəni, Bakıda olan toylara 5-8 minə, rayona daha baha gedirlər. Söhbət 8-10 min manatdan gedir. Tək Təranə Qumral deyil, digərlər də var. Elə müğənnilər var ki, onlar bildiriblər ki, onlar toylara, yəni rayon toylarına başdakından 3 dəfə baha gedirlər. Səbəbini mən bilmirəm açıqçası. Rayon da Azərbaycandır, Bakı da Azərbaycandır. Yəqin rayonda pul verən daha çoxdur. O bəzən deyirlər ki, rayonlarda iş yoxdur, cəmaat dolana bilmir. Hər kəs rayondan qaçır, Bakıya gəlir. Yaxşı, onda rayonda bu müğənniyə 10 min manatı verənlər kimdir? Deyəcəksiniz ki, Rusiyada işləyib, orada toy eləyənlər. Yaxşı, o zaman deyin görüm, Rusiyada min bir əziyyətlə qazanılan pulu niyə göyə sovurursunuz? Siz o pulları uzun illər Rusiyanın soyuğunda, şaxtasında əziyyətlə qazanırsınız, çətinliklə qazanırsınız. Rusiyada pul qazanmaq elə də asan deyil. Həmin pulu 10 mini birdən-birə bir müğənniyə verirsiniz. Əgər toya 3 müğənni dəvət eləsəz, bu 30 min deməkdir. 30 min bilirsiniz nə deməkdir? Bu çox ciddi rəqəmdir.